Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'ine emme ba'd. İlk olarak hamınızı Allah'ın selamıyla selamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleyküm selam. Sonra teşekkür ederim size. Allah sizden razı olsun ki davet etmişsiniz. Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki kim insanlara teşekkür etmezse Allah'a da şükür etmez. Allah'a da şükür edenlerden sayılmaz. Sonra Allah razı olsun Süleyman Müəllimdən mənə söz verdiği için əslində şagirdin müəllimin yanında danışması biraz ne derecede doğrudur. Allah Subhanahu teala yardım etsin. Süleyman Müəllimimiz Allah ondan razı olsun. Elimine, ömrüne bereket versin. Bir meseleni hatırlatmak istəyirəm. Yani ünvan olarak fikirləşirəm ki, belə bir ünvanlayaq bu meseləni. İnsan nəzr etsin ki, Allah'ın izniyle müvəffəq olsun bu dünyada. Müvəffəq olsun bütün ibadətlərdə. Bu 4 mərhələdən keçir. 4 mərhələdən keçir. Bunlar hakkında az da olsa inşallah ki danışacağım. Birincisi, bildiğiniz gibi biz yaradılmışıq ki Allah'a ibadet etmək üçün. Allah Subhanahu ve Teala Kur'an-ı Kerim'de buyurur ki وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Allah'a ibadet edin, ona hiçbir şeyi ortak koşmayın. Ərəb dili qrammatikasına da nəzər salanda görürük ki burada hansı ki Allah Subhanahu Teala buyurur ki ona hiçbir şeyi şərik koşmayın. Orada gelen o kəlmə qeyri-müəyyənlikdə gəlir. Qeyri-müəyyənlikdə yəni bir mənada gələndə ərəb dili qrammatikasında umumiliyə dəlalət edir. وَعْبُدُ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Hiçbir şeyi, hiçbir məxluqu Allah'a ortak koşmayın. Allah'a ibadet hakkında çoxlu Allah Kur'an-ı Kerim'de bizlərə ayetler nazil edib. İkinci mesele odur ki Peygamber sallallahu aleyhi ve selleme tabi olmaq. Eğer biz istəyirsə müvəffəq olaq bütün ibadetlerimizde ve Allah'ın katında nicat tabaq, mütləq ve mütləq Allah Resulü sallallahu aleyhi ve selleme tabi olmaq. Tabesiliği hakkında da ne kadar ayetler var Kur'an-ı Kerim'de. Nezir ki Allah Subhanahu ve Teala buyurur ki قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِ. De ki eğer Allah'ı seversinizse bana tabi olun. يُحْبِبُكُمُ اللّٰهِ. Allah da sizi sevsin. Allah da sizi sevsin. وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّٰهُ غَفُورٌ rahim. Ve günahlarınızı bağışlasın. Allah bağışlayandır ve rahimlidir Subhanahu ve Teala. Peygamber sallallahu aleyhi ve selleme tabicilik mevzusu o kadar önemlidir ki böyle bir deyim var ki deyirlər ki Allah Resulü sallallahu aleyhi ve selleme tabiciliğin misalı Nuh aleyhisselamın gemisinin misalına benziyor. Nedir ki o vaxt Nuh aleyhisselamın kavmindən ona iman edenler gemiye mindilər, nicat tapdılar. Öyle değil mi? Evet. Bugün de Peygamber'e sallallahu aleyhi ve selleme tabicilik huzur nedir? Nedir ki insanlar Allah Resulü sallallahu aleyhi ve selleme tabi olurlar. Sanki o geminin misalı kimidir. Nicat tapdılar. Subhanallah. Tabi olmayanların ehvalları nedir oldu? Suya qərq olur, öyle değil mi? Eyniyle de Allah Resulü sallallahu aleyhi ve sellemin sünnəsinə tabi olmamaq sanki denizde özür istəyirəm, batmaq kimidir. Bu haqda neçə misallar vermək olur. Yeter ki Allah Subhanahu Teala həmişə özünə itaətdə əmr edərkən Resulullah da sallallahu aleyhi ve selleme itaətə əmr edir. Allah'a ve Resuluna itaət et. Neçə ayetlərdə. Allah Resulü sallallahu aleyhi ve sellem Allah Resulü size neyi verir onu götürün, neyden çekindirir? Ondan çekinin. Sonra üçüncü mesele sahabelerin hayatı radıyallahu anh. Sahabeler ne cürne ibadet edirdiler. Yani Allah'ın kitabını ve Peygamberin sallallahu aleyhi ve sellemin sünnetini ne cürne fəhm etmişler. Her hansı bir meseledir. Her hansı bir meseledir. Yani nicat tapmaq istəyirsə mütləq və mütləq sahabelərə baxmaq lazım. Çünki onları Allah Subhanahu Teala kitabında tərifləyir.
və onların yoluna tabi olmağı əmr edir. Və onların yolundan icatın olmasını xəbər verir. Radiyallahu anh. Ola bilməz ki, bu günləri 14 əsrdən sonra hər hansı bir insan gəlsin desin ki, mən Əbu Bakırdan yaxşı ibadət edirəm və yaxud da Əbu Bakırdan çox bilirəm və yaxud da artıq bilirəm. Mümkün olan şey deyil. Heç bir sünnəti tərk etmirlər. Heç bir sünnəti tərk etmirlər. Onlarda olan ittiba, yəni onlarda olan tabiçilik heç kimdə ola bilməz. Bir günləri Abdullah ibn Ömər radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellem'lə gedərkən və başqa sahabələr Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir ağacın altından keçəndə başını əyib keçmişdi. O oradan budaqlar sallanmışdı, mane olmamaq üçün. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem dünyasında yaşanan sonra o ağacı oradan kəsdilər, götürdülər. Yəni qurudu mu və yaxud nəyiləsə olursa, o ağac orada yox idi. Həmin Abdullah ibn Ömər radiyallahu anh oradan keçərkən sahabələr həmin o məqama çatanda yenə nə elədi? Əyilib keçdi oradan. Fikir versin, subhanallah. Soruşurlar ki, sahabələr, niyə görə burada bu cünə, nə edirsən yəni? Bu nə əməldir? Deyir ki, yadıma gəlir, Peyğəmbərlə burayla keçəndə sallallahu aleyhi ve sellem əyilib keçmişdi. Ona tabi olmaq üçün. Fikir versin, subhanallah. O cünə insanlar sizcə nə isə tərk edə bilərdilər? Yəni, heç gözlənilirmi ki, onlar nə isə tərk etdilər, əməl etmədilər? Biz bu günləri 14 əsrdən sonra və yaxud 10 əsrdən sonra, 15 əsrdən sonra gəldik. Biz deyirik ki, onların daha artıq nə edə bilərik? Mümkün olan şey deyil. Mütləq və mütləq nədir? Sahabələrə dönmək lazımdır, radiyallahu anh. Yetər ki, Allah onların haqqında razılığını bildirib və onlar da Allahdan razılığını bildirib. Sinəcə ayətlərdə ki, radiyallahu anhum və radu anh. Allah onlardan razıdır, onlar da Allahdan, subhanahu və teala. Ona görə sahabələrə baxmaq bütün ibadətlərdə. Nə ibadət olursa olsun. Çünki onların müəllimləri Muhammed idi sallallahu aleyhi ve sellem. Ən gözəl şəkildə başa salır. Düşünün ki, ayətlər nazil olurdu. Ayətləri təfsir edirdi, şərh edirdi. Onlar da eşidirdilər, dərhal əməl edirdilər. Və onların tabiçilikləri çox əcaib idi, subhanallah. Əcaib şəkildə. Onlar nə cür nə Allah Resulü sallallahu aleyhi ve sellemə tabi olurdular. Bütün məsələlərdə. Zübeyir radiyallahu anhu bir dəfə Həmzə radiyallahu anhunun şəhid olan vaxtında Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əmr etmişdi ki, axtarmayın. Yəni bunun Həmzəni axtarırdılar şiddətli şəkildə. Orada o həzanlı şəkildə gəlirdi ki, axtarsın meyitlərin arasından ki, tapsın Həmzə radiyallahu anhunu. Orada Safiyə radiyallahu anh, Peyğəmbərimizin sallallahu aleyhi ve sellem bibisi dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, dayan, axtarmayın. Fikir verirsiniz, dərhal dayandı. Radiyallahu anh. Neçə misallar vermək olar. Neçə misallar vermək olar. Sonra başqa bir sahabə cümə namazından sonra Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edir ki, dayan. Sahabələr də dayanırlar. Çünki nəyə görə? Həmişə Peyğəmbərə sallallahu aleyhi ve sellemə istərsə minbərdə, istərsə başqa yerlərdə vəhiy gəlir. Onlar elə zənn etdilər ki, vəhiy gəlir. Radiyallahu anh. Bir sahabə yəni oturduğu yerdə dayanmışdı. İstinin altı bilirsiniz, Məkkə Mədinə Nəzrə İstinə. Oturduğu yerdə dayanmışdı. Sonra ondan soruşanda ki, nəyə görə burada oturdun? Dedi, qorxdum ki, birdən Allah Resulü sallallahu aleyhi ve sellemə asi olar. Radiyallahu anh. Bu cürə tabi idilər, sahabələr. Ona görə hər hansı bir məsələ olursa olsun, baxmaq lazımdır, sahabələr nə cürə əməl edirlər. Deməli, neçə oldu? Birincisi, Allahın kitabı, yəni birincisi tövhid, Allaha ibadət etmək və bu ibadətlərdə heç bir məxluqa Allaha şərik qoşmamaq. Əsas qayə budur, hədəf budur. İkincisi, Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq. İbadətlər də buradan keçir, buradan başlayır. Sonra bu ibadətləri sahabələr kimi etmək. Fikir versiniz, zəncir var idi. Sonra dördüncü məsələ ən çox mühüm olan məsələlərdən və xüsusən də bizim zamanımızda elə bir vaxta çatmışıq ki, elm əhlinə, Rabbani alimlərə tabi olmaq. Rabbani alimlərin dedikləri ilə, öyrətdikləri ilə. Çünki Allahın izni ilə Allah subhanahu teala onları öyrədib.
Onlar bilirlər. Yəni, bizdən fərqli olaraq Allahın kitabını, Peyğəmbərin sallallahu aleyhi ve sellem'in sünnəsini daha yaxşı bilirlər. Sahabələrin etdikləri ibadətləri. Onlar nə cürə öyrədibsə, nə cürə deyirlərsə, o cürə etmək. Çünki nəyə görə qeyd etdim indiki zamanda? Bildiyiniz kimi fitnələr yayılıb, Allah qorusun, surətli şəkildə, şiddətli şəkildə. Bu günləri alimlər haqqında bütün insanların sözləri var, isə firqələrin, subhanallah, məzhəblərin alimləri gözdən salmaq üçün. Yəni, alimlərlə elm əhli ilə sıravi cəmaatın arasında olan bir xət var, bir ip var. Bəzi insanlar çalışırlar ki, o ipi kəsinlər. İp kəsilən kimi insanlar havada qalacaq, subhanallah. İnsanlar havada qalacaq. Bu da bizə Allahdan əmrdir. Bu bizim özümüzün istəyimiz deyil. Allah subhanahu teala buyurur ki, fəsəlu. Burada Allah subhanahu əmr edir. Fəsəlu əhlə zikri in kuntum la ta'lemun. Bilmədiklərinizi bilənlərdən soruşun. Fikir verin. Başqa bir əmri deyəcəm. Başqa bir ibadət haqqında. Soruşanda ki, niyə görə Ramazan ayında oruç tutursuz və yaxud oruç tuturuq? Deyəcək ki, Allahın əmri var. Elə deyilmi? Allah subhanahu teala buyurur ki, ya eyyuhellezine amenu kutiba aleykumus siyamu kema kutiba alellezine min qablikum leallekum tettekun. Bildiğiniz ayətdir. Ey iman gətirənlər, sizə və sizdən öncəki ümmətlərə Ramazan orucu fərz edildi. Yaxşı, bu da ayətdir. Biraz önce dediyim ayət də Allahın ayətidir. Fəsəlu əhlə zikr in kuntum la ta'lemun. Bilmədiklərinizi bilənlərdən soruş. Subhanallah, nə cür olur ki, Ramazan ayında orucu tuturuq, deyir ki, ayət. Bəs bu ayə deyilmi? Allah qorusun, bu təhlükəli bir haldır. Çünki Allah subhanahu teala bu cürlə olan insanların əməllərini tərif etmir. Yahudilərdən bir qismi əfətu'minuna bi ba'dil kitabi və təkfuruna bi ba'd. Allah subhanahu teala onları vəsf edərkən deyir ki, kitabın bir qisminə iman edib, digər bir qismini inkar mı edirsiniz? Fikir versiniz. Ona görə ayətlərin hamısına iman etmək və orada olan əmrlərə baxmaq lazım. Allah subhanahu teala əmr edib ki, elm əhlindən soruşun. Bilmədiklərinizi. Alimlərdən soruşun. Və alimlərin də misalları, sıravi insanların misalı kim deyil. Allah subhanahu teala bir neçə ibadətlər sayır, hansı ki ağır ibadətlər. Sonra ardınca Allah subhanahu teala ayətində buyurur ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Vallahi ola bilməz. Yəni adi dünyavi misallardan verək. Yəni dini məsələlər olmaz. Bir işin əhli var. Deyək ki, hər hansı bir iş. Deyək ki, dəmirçi olmaq və ev remont etmək. Hər hansı bir iş. Onu bilənlə digər insan eyni ola bilərmi? Mümkün deyil. Bu dünyavi işlərdə bu cür nədirsə, Allahın dini daha avlədir, daha üstündür. Allahın dini daha üstündür. Ona görə ola bilməz ki, onlar bilməsinlər, biz bilək. Allah subhanahu teala əmr edir ki, bilmədiklərinizi bilənlərdən soruşun. Bilmədiklərinizi bilənlərdən soruşun. Bu cürlə olarsa Allahın izni ilə insan Allahın qatında nicat tapar, inşallah ki. Və ibadətləri də sahih şəkildə olur, doğru şəkildə olur. Yoxsa ki, başqa yollarla olanda Allah qorusun, fərqli məsələlər ortaya çıxır, fərqli işlər olur. Ona görə çalışmaq lazımdır həmişə bu məsələləri fikirləşmək. Yenidən təkrar edək. Allaha ibadət. Bir. İkincisi, Peyğəmbər sallallahu aleyhi ve sellemə tabiçilik. Sonra bütün əməllərimizdə sahabələrə radiyallahu anhuma baxmaq. Onlara baxmaq ki, onlar nə cürlə tabi idilər, biz də onlar kimi tabi olmaq. Sonra bu ibadətləri elm əhli öyrənən kimi. Alimlər öyrənən kimi. Vallahi, billahi tallahi, alimlər bu ümmət üçün Allahdan bir nurdur. Zülmət, qaranlıq üçün göndərilmiş bu nurlar. Fikir verin, vəhiy kəsilib, düzdür. 14 əsrdən çoxdur ki, vəhiy gəlmir. Vəhiyinin kəsilmə müddəti Peyğəmbərimizin sallallahu aleyhi ve sellem vaxtına kimi. Lakin ondan sonra gələn insanlar, alimlər, onların davamçıları, Peyğəmbərlərin varisləri. Nurdur vallahi insanlar üçün. Bu ümmət üçün nurdur. Təəssüflər olsun ki, biraz önce dediyim kimi insanların əksəriyyəti Allah qorusun, əksər firqələrdə nədir? Elm əhlini gözdən salmaq üçün, elm əhlinin haqqında nəylər danışırlar? Allah hidayət etsin, Allah ıslah etsin. Çalışır bu şeylərdə ehtiyatlı olmaq lazım.
Allah'tan dilərəm ki, Allah işlediklərimizi bizim üçün faydalı etsin. Allah Subhanahu teala bizləri ixlaslı etsin. Allah'a gözəl şəkildə ibadət etməyi nəsib etsin. Muhammedə sallallahu aleyhi ve sellemə tabi olan qullarına etsin. Subhanakallahumma bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruka ve etûbü ileyk. Cezakumullah hayır. Ve iyyakum.